Kitab mütaliələrində oxunulan mətnlərin və kitabların yadda qalmasının qaydası. Ümumiyyətlə, mən düşünürəm ki, bunun üçün ilkin metodika budur ki, kitabı oxumağı proqramlı şəkildə oxumaq lazımdır. Misal, bir nəfər kitab oxumağa başladıqda, höt deyə açsın kitabı, başlasın oxumağa, belə şey yoxdur. İlkin mərhələdə kitabı oxumaq üçün kitabı oxumağa hazırlaşmaq lazımdır. Bu nədir? Kitabı oxumağa hazırlaşmaq ilkin metodikadır. İnsan birinci növbədə, ilk növbədə yanında çox isti və ya soyuq olmadığı təqdirdə ilkin mərhələ ilıq dərəcədə su olmalıdır. Mütləq şəkildə. Niyə su olacaq? Çünki kitabı oxuyan adam səsli oxumalıdır. Deməli iki qayda var. İlıq su, bundan öncəsində də kitabın səsli oxunması. Yəni biz kitabı səsli oxumalıyıq ki, eyni anda oxuduğumuz kitabı qulaqlarımız eşitsin. Çünki insanda qulaq yaddaşı başqa olur. Göz yaddaşı və zehni olaraq qəbul etməsi başqa olur. Qulaqla eşitdikləri başqa, gözlə gördükləri başqa olur. Hər ikisi fərqli məcrada qəbul olunur. İnsanın zehni biraz geniş aspektdədir bu məsələ üçün. Ona görə də kitabı oxuduqda yadda saxlamağın ilkin mərhələsi kitabı səsli oxumaqdır. Üçüncü məsələ nədən ibarətdir? Üçüncü məsələ qeyd dəftəri ilə bir yerdə oxumaqdır. Kitabın özünün içində qeyd aparmağı tövsiyə etmirəm. Kitabı yazıq-yuzuq eləyərsiniz. Ona görə də bir dənə qeyd dəftəri tutursunuz. Oxuduğunuz kitabda birbaşa nə varsa köçürdürsünüz. Xeyr, belə yox. Budur ki, oxuduğunuz kitabda lazımı məlumatları öz başa düşdüyünüz formada yazırsınız ora. Yəni, məsələn, bir şeyi oxudunuz, oradan müəyyən bir nəticə əldə elədiniz. Əldə etdiyiniz nəticəni yazırsınız dəftərə. Ondan sonra bu kitabı da və bu şeyi təkrar olaraq edirsiniz. Yəni, misal bunu bir dəfə, iki dəfə etdiniz, bitdi, xeyr, belə yox. Mütəmadi şəkildə edirsiniz. Kitabı oxudunuz, eyni metodika ilə, sistemli, sistematik şəkildə. Yəni, bayaq dediyim kimi proqramlı şəkildə edirsiniz. Bunu proqramlı və mütəmadi şəkildə etdikdə, əmin olun ki, unutma problemimiz aradan qalxacaq. Ya da ki, ümumiyyətlə, təməldən heç nəyi unutmayan insan olmalısınız. Bu da çox az bilinən xəstəliklərdən biridir. Məsələn, mən də elədir. Mən heç nəyi unutmuram. Ərbəyinə gedənlər birinci növbədə, ilk növbədə rahat ortopedik bir bel çantası lazımdır. Çünki çiyin hissələri uzun məsafəli yollarda belinizi və çiyinizi incitməyəcək dərəcədə bir sumka olmalıdır. Bu sumkanın içinə nələr əlavə eləmək olar? Mütləq şəkildə birinci ayaq məsələsi problemini aradan qaldırmaq lazımdır. Çünki ayağınıza geyinəcəyiniz təzə bir gedim krasovka alım ki, onu geyinim, belə olmalı deyil. Mütəmadi şəkildə əvvəldən istifadə etdiyiniz geyinilmiş və yoxlanılmış ayaqqabı və ya bir şəbt olmalıdır. Ən azından bir ayaqqabı, bir şəbt olsa daha yaxşı olar. Yəni, şəbt ayağınızda yola çıxın ayaqqabını saxlayın və ya ayaqqabı ilə yola çıxın şəbti saxlayın. Əlavə olaraq minimum 5 və ya bu istifadədən asılıda 6 və ya daha artıq corab geyinin ayağınıza. Və ya ayağınızı üst-üstə geyinməyin, yəni yanınızda götürün. Bundan əlavə, ruhi xəstəyəm, ruhumun belinə banka qoysalar sağalaram. Qardaş, alnıvan orta hissəsi var, burada amigdal hissəsi var. Ora banka qoysalar. Prosto onun bankanı qoyandan sonra bir dənə çəkic vasitəsi ilə də sonradan banka qoyulandan sonra o bankanı qırsalar sən sağalasın. Yəni, bunun metodu budur. Ya da ki, evdə sıçan zəhəri varsa, onu bir dənə çörəyin arasına qoyursan, 3 dəfə Selena deyib yiyirsən, füsyonla da sağalırsan. Ərbəyinə başqa, adətən ərbəyinə getmək fərqli yollarla olur. Misal üçün, buradan Məşədə uçursan, Məşəd şəhərini ziyarət edib, avtobusla gelirsən, gedirsən İraqa, orada Nəcəfə, Nəcəfdən piyada Kərbəlaya. Buradan gedirsən Gürcüstana, Türkiyəyə, avtobusla uzun müddət yol gedirsən, Məşədə və ya İraqa və s. Yəni, biz bunları bildiyimizə görə, biz deyirik ki, insanlar bunu da nəzərə almalıdır. Bundan əlavə, indi müəyyən geyimlər ki var, hər kəs onu öz tərtibatında bilsin ki, hansı geyimləri geyinməlidir və vasitələri nə qədər olur. Onun üsulunda götürməlidir, alt geyimlərdən söhbət gedir. Üst geyim olaraq da bu da yenə də insanın öz istifadəsindən asılıdır, amma tövsiyə olunan budur ki, minimum 3 dənə şalvar, biri əynində olmaqla, 3 sumkası olmaqla, ümumi 4 şalvar, 4 dənə də köynək. Qolu uzun və ya qısa fərq etməz, rənginin qara olması daha üstün tələbdir. Qara olması. Qolu qısa və ya uzun, bir əyninizdə, 3 dənəsi də çantavızda. Yəni, ümumi 4 dəst olsa daha yaxşı olar. Mütəmadi dəyişib rahat geyimləri. Əlavə olaraq bir dənə dəsmal götürməlisiniz. Bu dəsmal bir ədəd olsa, ümumi orta boy olsun, çox qalın olmasın,
bununla yəni yol boyu misal üçün başınızı yuyanda, əlinizi yuyanda və s. istifadə etməyə yararlı olsun. Düzdür, qurulanmaq üçün o qədər də orada bir dəsmala və s. ehtiyac olmur hava şəraitinə əsasən, amma yenə də belə bir şey olsa daha yaxşı olur. Özünüzlə kepka varsa kepka götürün, nazik kepka və ya günəş üçün eynək götürün. Bu ikisi də olsun, ikisindən biri mütləq şəkildə olsa daha yaxşı olar. Çünki orada hava şəraiti, günəş bunu belə deyək də zəruridir. Bundan əlavə ərbəyin üçün nə götürmək olar? Ərbəyin üçün mütləq şəkildə uzun yol getdiyiniz üçün ayaqlarınızın arasının pişməci olması, ayaqlarınızın suluq olması və s. bunların qarşısını almaq üçün misal üçün bir paçka leykoplastır və ya nə bilim misal körpə uşaqlar üçün pudra olur, məsələn o ayaqlarına belə qəşəng qoxusu var, ondan götürə bilərsiniz. Əlavə olaraq telefon adapter, şnur və s. götürdükdən sonra misal çox böyük yaddaşı olmasa da misal 10 minlik, 5 minlik belə bir dənə powerbank götürsəz özünüzdən daha yaxşı olar. Pul vahidi olaraq da ya həmən getdiyiniz ölkənin misal üçün Məşədin, yəni İranın və ya İraqın pul vahidini və ya ABŞ dolları götürün. Çünki orada bu pul vasitələrini istifadə etmək daha yaxşı olur və orada ümumiyyətlə bizim yerli Azərbaycan pulu istifadə olunmur. Bu cür. Hələ ki bunlar kifayət eləyər mən elə bilirəm, ərbəyin səfər üçün lazımdır ola. Yəni sumkavızın çəkisini mümkün qədər yüngül eləyin, çünki Nəcəfdən Kərbəlaya minimum 3 gün, 2 gün yarım və ya 3 gün yarım yol gedirsiniz piyada və getdiyiniz bu piyada yolda əlbəttə ki siz sumkavız yüngül olması daha yaxşıdır. Nə qədər ki tez getmək istəyirsiniz və istirahət məkanları ki və s. var, həmən istirahət məkanlarında istirahət eləyib bu cür olsa daha yaxşı olar. Qətiyyətli şəkildə evdən çıxanda özünüzlə ərzaq götürməyin. Çünki əgər Bakı-Bağdad gedir və ya Bakı-Məşəd gedirsinizsə ərzaq götürməyin. Buna ehtiyac yoxdur. Amma Bakıdan Gürcüstana və ya Türkiyəyə gedirsinizsə, hətta Gürcüstana gedirsinizsə sadəcə ərzaq onda lazımdır. Misal üçün bir balaca xırda xuruş ərzaq götürsəz, çünki Gürcüstan xristiyan kökənli ölkə olduğuna görə orada istifadə olunan qidaların halallığı zənn altındadır. Yəni əgər 2 gün yarım Gürcüstandan Türkiyəyə məsafə avtobusla yol gedirsiniz. Əgər ancaq xaçapuri ilə dolanmaq istəmirsinizsə, pendirli xaçapuri ilə, yanınızda ət qida məhsullarından müəyyən qədər soyudulmuş formasında götürsəz daha yaxşı olur.